Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 6 yanvar 1994-cü il tarixində Ağdam rayonunun Güllücə kəndində şəhid olan Fazil Xanışoğlu Aslanovun 60 illik yubileyi tədbiri keçirilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə müəssisə təşkilat rəhbərləri, şəhidimizin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə tədbir iştirakçıları tərəfindən Sumqayıt Şəhidlər Xiyabanında şəhidin məzarı ziyarət olunub, üzərinə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Tədbir Qubadlı rayonu Hafiz Quliyev adına Çaytumaz kənd məktəb liseyində davam etdirilib. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev qeyd edib ki, 1-ci Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfəri şəhid olub. 1-ci Qarabağ müharibəsi zamanı 274 nəfər əlil olub. 100 nəfərdən çox sakinimiz isə itkin düşüb. Digər çıxış edənlər şəhidimizlə bağlı öz xatirələrini bölüşərək qeyd ediblər ki, şəhid ailələri həmişə dövlət tərəfindən diqqət mərkəzində olub. Şəhidin qardaşı Filman Aslanov göstərdikləri diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Bildirək ki, Aslanov Fazil Xanışoğlu 27 may 1965-ci ildə Zəngəzur mahallı Qubadlı rayonunun Xəndək kəndində anadan olub. Qarabağ hadisələri ilə əlaqədar erməni terrorçularının törətdikləri qanlı hadisələrə dözə bilməyən Fazil Aslanov 1991-ci ildə Dağbəy Məhiyyəddinovun komandir olduğu tabora könüllü olaraq qəbul olunub. Erməni quldurlarına qarşı hərbi əməliyyatlara qoşulub. Cəsur döyüşçü Fazil Aslanov Qubadlının işğalından sonra 1994-cü ildə Ağdam ərazisində də qəhrəmanlıqla vuruşub və həmin il yanvarın 6-sında Güllücə kəndi uğrunda gedən qanlı döyüşdə qəhrəmancasına şəhid olub. Allah rəhmət eləsin.